Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən xoş görmüşük. Hər birini salamlayıram və bu günləri müqəddəs Qurban Bayramlığıdır, İsmail Qurbanlığı bayramlığıdır. Hər kəsin Qurban Bayramını təbrik edirəm. Çınar TV komandası olaraq, Çınar TV kanalı olaraq və çox sağ olsunlar. Yardım sevən qardaşların köməyi ilə gəlmişik bu ailəyə, halaya öz yardımımızı göstərməyə, qurban əti gətirmişik halaya verməyə. Bu günləri 3 ailəyə yardım paylayacaq inşallah Allahın izni ilə. Və çox sağ olsunlar ki, bu yardımı kimlər bizə dəstək verir, Allah onun minəvəzini versin. Sizdən də çox xahiş edirəm ki, bizim kanala dəstək olmaq üçün bizim kanala abunə olun, Çınar TV kanalına bəyənin, paylaşın, öz dəstəyinizi bizə bildirin. Yenə də hər kəsin Qurban Bayramını təbrik edirəm. Kərəm, sən öz fikrini deyərdin? Salam elə ki, əziz izləyənlər. Bizə yardım qrupuna gələn sağ olsunlar ki, bizə köməkli ediblər. İndi biz isə yardıma ehtiyac olanlara öz köməyimizi göstərəcəyik inşallah. İndi gedirik yardım verməyə. Hə, halə gedək Kərəm. Birinci ora gedək. Qrupa dəstək olduğunuz üçün hamıya təşəkkür edirəm. Hayır Yasir. Salam aleyküm. Xalan ətərsən. Gəlmişsiniz. Sən müqəddəs İsmail Qurban Bayramını təbrik edirik. Sağ ol qadınca. Çox sağ ol. Buyurun, bu qardaşların göndərdiyi faydı. Allah köməyinizdə dursun. Sağ ol xala, çox sağ ol. Bu nə sözün varsa Azərbaycan xalqı seçidir. Yəni nə arzun varsa buyurun, çatdırın. Azərbaycan xalqıma kömək istəyirəm. Nə bilim, baxsınlar, nəzər alsınlar. Xala, Kömək bax, istəyirəm. sizi yeni izləyən izləyicilərə nə sözünüz var deyin. İmkanım yoxdur. İynə dərmanı alıram. 220 manat alıram. Kreditidir, iynə dərmanı verir. İndi doktor etməyə pulum yoxdur. İmkanım yoxdur. Azərbaycan xalqıma kömək istəyirəm. Özüm xəstəliyəm. Ürək xəstəliyəm. Qarnım qırışadır. Heç yaxşı olmur. Deməli, Yıxılıram. dəyərli izləyicilər, xalam bu dəqiqə durumu çox pis vəziyyətdədir. Hal-hazırda yaşadığı evdə, yəni bildiyiniz kimi çox pis durumdadır. Yəni xalam bu dəqiqə hal-hazırda sağlamlığı ilə bağlı çox çətin vəziyyəti var. Yəni dərmanlarına pul çatdıra bilmir. Xala, bax yeni izləyicilərə bax öz həyatınız haqqında danışın, o bilsinlər. Yəni oğlunuz, nömrəsini deyib, o kartını. oğlunuz haqqında yoldaşınız rəhmət yesə xala. Bəli. Allah rəhmət eləsin. Uşaqlarınız haqqında məlumat verin. Uşaqlarımın biri xəstədir. Biraz Nə yaxın. bilim, biri o zatda yatıbdır. Nədir? Dəlxanada yatıb. Allah şəfasını versin. Xəstədir. Biri metallamıyor. Biri, nə bilim, hərəsi bu zatda xəstədir, o böyükdə. Biz xala səhv eləmirəmsə bir 2 ay var gəlmişlər sizə Bəli. yardıma. 14 cəmaat. Hə, az da olsa Köməkli olur. ərzaq yardım etmişik sizə. Bir də Allah dediniz ki, köməyinizdə dursun. çox sağ olun. Tamam. Bir də dediniz ki, kartınıza 14 manat pulunuz var. Öz kartınıza. İndi nə qədər təxmində sizə maddi pul lazımdır ki, heç olmasa bir çətinlikdən çıxasınız? Bax, malicələrimə pul lazımdır. Təxmini xal nə qədər lazımdır belə? Nə bilim, elə kimin nə qüvvəsindən çatır. Eləsin ki, mən də gedim təzdən həkiməyə də. Aydın. Yəni bax dəyərli izləyicilər, bütün Azərbaycan xalqına buradan səslənirəm. Kimin- Nömrəsini də deyib, bu eşit. Kart nömrəsini yerləşdirəcək xala. Telefon nömrəsində. Hə, yerləşdirəcək hamısını, telefon nömrəsini yerləşdirəcək. Kərəm, kart nömrəsini yerləşdirəcək. Verərəm. Dəyərli Azərbaycan xalqı, bu gözəl gündə hər kəsdən xahiş edirəm ki, kimin nə imkanı varsa, xalanın kartını, öz kartını yerləşdirəcək. 3 manat, 5 manat, 10 milyon Azərbaycan xalqı yaşayır maşallah. Nəyə gözü çatır. Kimin nə imkanı varsa, hala dəstək olsunlar. Əlaqə nömrəsini yerləşdirəcək. Kimdən xalanla maraqlanmaq istəyirsə, zəng vursun, xalanla danışsın, gəlsinlər, xalanın ünvanından tanış olsunlar.
Kərəm, sənin sözün boş. Yəni göründüyü kimi həqiqətən də ehtiyacı var. Yəni kimin nəyə 1 manat, 2 manat, 5 manat nə gücü çatır, inşallah kartda yerləşdirəcəyik, əlaqə nömrəsində qoyacaq, dəstək versiniz. Sağ olun. Oldu. Xala, Allah kömək olsun. Allah şəfaət versin. Allah böyük xala. Sağ olun. Allah köməyiniz. Çox sağ ol. İnşallah yaxşı olar. Allah başınızdan töksün. Siz Allah ki kömək. sevin. Çox sağ ol. Bu qrupun dəstəylə iş görür xala. Yəni qardaşların dəstəylə. Bizim qrupda onu demək istəyirəm ki, Şəmkir rayonunun uşaqlarından bizə dəstək verirlər. Çınarlı qəsəbə uşaqlarından, Seyfəli uşaqlarından və Yeniyət uşaqlarından. Hər kəsə buradan çox minnətdarlığımı bildirirəm. Və hazırda bu günləri 2 ailə getməliyik qurban payını çatdırmağa. Bizi izləməyə davam edin. Xahiş edirəm, xahidə dəstək olun. Hələlik bizi izləyin.